Axşamınız xeyir, Air 24-də xəbərlərə baxırsınız studiyada və Fatih Yarqızı indi isə də ətraflı. Ermənistanın baş naziri Nikol Paşinyan yenə də Azərbaycan tərəfini ittiham edib. O güya sərhədin Azərbaycan hissəsində üçüncü tərəfin olduğunu iddia edib. Görünür, Paşinyan indiyədək özlərini qorumaq üçün sərhəddə Rusiyanın, daha sonra isə Avropalı müşahidəçilərin mövcudluğu kimi faktları nəzərə almadan danışır. Ya da ki, indiyədək sülh müqaviləsinin razılaşdırılmasına əngəl törədən Avropa İttifaqı missiyasını üçüncü tərəf hesab etmir. Ermənistanın baş naziri Nikol Paşinyan ictimai televiziyaya müsahibəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirib. O, Azərbaycan tərəfdə sərhəddə üçüncü qüvvələrin nümayəndələrinin olduğunu deyib. Belə bir təəssürat var ki, Azərbaycan tərəfdə sərhəddə heç vaxt heç bir üçüncü qüvvə olmayıb. Amma biz zaman-zaman üçüncü qüvvənin nümayəndələrini, bayraqlarını görmüşük və müşahidə etmişik. Avropa İttifaqının müşahidə missiyası isə Ermənistana hökumətimiz tərəfindən dəvət olunub. Mən onu dəvət etmişəm və dəvətimizə cavab verdikləri üçün onlara minnətdaram. Baş nazirin müşahidə missiyasının adını hallandırması əbəs sayıla bilməz. Elə bu missiyanın mövcudluğu sərhəddə üçüncü tərəfin Azərbaycan deyil, Ermənistanın yanında olduğunu göstərir. Paşinyanın bu açıqlaması isə sanki özünə aid olan adı qarşı tərəfə yönəldərək həmin statusu öz üzərindən atmaq cəhdidir. Bundan əlavə o müşahidə missiyası barədə fikirlərini elə səsləndirir ki, sanki onlar üçüncü tərəf deyil. Müşahidə missiyası monitorinq adı ilə gəlsə də bu onların üçüncü tərəf olması gerçəyini dəyişdirmir və bu səbəbdən gözlənilən sülh müqaviləsinə mənfi təsiri də qaçılmazdı. Bu missiya Ermənistanın istəyi ilə Azərbaycanla razılaşdırılmadan regiona gəlib və bu regionu danışıqlar nəticəsində tərk etməlidir. Əgər Azərbaycanla Ermənistan arasında bir-birinin ərazi bütövlüyünü tanıyan razılaşma əldə olunursa və bu hüquqi cəhətdən bərkidilərək imzalanırsa, burada digər geosiyasi mərkəzlərə heç bir ehtiyac yoxdur. Ancaq məsələ sadəcə Avropa İttifaqının missiyası ilə bitmir. Vaxtilə Naxçıvanla sərhəddə tikilən zavodu qorumaq üçün Amerika Birləşmiş Ştatları bayrağının dalğalandırılması da unudulmayıb. Hətta indi nəinki Amerika Birləşmiş Ştatları bayrağı, onun hərbi texnikalarının belə Ermənistana göndərilməsi planlaşdırılır. Göründüyü kimi qarşı tərəfdən nə vaxt kimin bayrağının dalğalandırılması məlumdur. Lakin Azərbaycanla bağlı səsləndirilən iddialar fonunda Paşinyan ad çəkə bilmir. Onun ad çəkə bilmədiyi məsələ sadəcə bu deyil. O, eyni zamanda sərhəddəki gərginlik və eskalasiya iddiaları fonunda da şərh verib. Baş nazir bunu yayanların real xəbərləri gizlətmək istədiyini deyərək gərginliyə hər hansı əsas olmadığını bildirib. Lakin bu ifadə iki aspektdən diqqət çəkir. Yəni, Paşinyan kimi günahlandırır və gərginliyə əsas olmadığını bildirərək Azərbaycana qarşı atəşkəs pozuntusuna işarə edir.